Gürcüstan Bankı Sadaxlı və Dimanistdə 2 yeni filial açaraq yerli əhalinin bank xidmətlərinə çıxışını artırıb. Yeni filialların açılması bankın vətəndaşlara sürətli və asan bank xidmətləri göstərmə strategiyasının bir hissəsidir. Xemokartli etnik, rəngarəng və dinamik bölgədir. Burada yaşayan insanlar üçün bank servisinin əlçatan olması çox əhəmiyyətlidir. Vətəndaşların bank xidmətlərindən sürətli və asan şəkildə yararlanması Gürcüstan Bankı üçün çox əhəmiyyətlidir. Bu məqsədlə 2 yeni filial açdıq. Onlar Sadaxlı və Dimanistdə yerləşirlər. Biz ödəmə terminallarını, filial şəbəkələrini, distansiyalı kanalları, bankomatları gündəlik olaraq sakinlər üçün əlçatan etməyə çalışırıq. Bunlar Azərbaycan, erməni və türk dillərinə tərcümə olunub. Biz yerli sakinlər üçün xidmətlərimizin gündəlik onlara yardımcı olmasına çalışırıq. Həm işlərində faydalı olacaq, həm də bank xidmətləri işlərini asanlaşdıracaq. Gürcüstan Bankı Sadaxlıda filialını açan ilk bankdır. Artıq kəndlərdə də xidmətimizi əlçatan edirik. Yeni filiallarda müştərilər bütün əsas bank xidmətlərini əldə etmə imkanına malikdirlər ki, bu da onların gündəlik fəaliyyətini sadələşdirəcək və maliyyə əməliyyatlarını daha rahat edəcək. Gürcüstan Bankı Sadaxlıda filial açan ilk bankdır. Bank həmişə bütün bölgələrdə fəaliyyət göstərib, lakin indi kəndlərdəki müştərilərinə də bank xidmətləri təklif edir. Bu da bölgədə maddi artıma təkan verir. Yeni filiallarda yerlilər bütün bank xidmətlərindən yararlana biləcəklər. Hesab açmaq, kartlar götürmə, pul göndərmə, qəbul etmə, pul köçürmə, digər bank servisləri, ipoteka, istifadəçi, biznes kreditləri barədə məlumat alacaqlar. Filiallar fiziki şəxslərə, öz işi olanlara, kiçik təsərrüfatçılara da xidmət edir. Filiallarda müasir özünə xidmət aparatları var. İnsanlar onun vasitəsilə gündəlik maliyyə əməliyyatlarını yerinə yetirə biləcəklər. İstifadəçilərə proses daha asan olsun deyə Gürcüstan Bankının mobil bankına və internet bankına yeni dillər, o cümlədən Azərbaycan dili əlavə edildi. Filiallardakı aparatlar da bu dillərdə xidmət göstərə bilir. Filiallarda konsultasiya Azərbaycan dilində olur. Filiallar açılana qədər yerli sakinlər onlara yaxın banka gedəsi olurlar. Bu da diskomfort və vaxt itkisi idi. İndi bank istifadəçiyə daha yaxın gəldi. Bank işlərini yerlilər daha asan və sürətlə yerinə yetirəcəklər. Biz yeni filiallar açaraq həm yeni iş yerlərini yaradaraq, həm də insanların işini asanlaşdırırıq. Yaxın gələcəkdə yeni filialların açılacağı gözlənilir. Bundan başqa Gürcüstan Bankı istifadəçiləri həvəsləndirmək üçün bir neçə maraqlı təkliflər edir. Aksiyalar da təklif edir. Hazırda ilin sonuna qədər Dimanist, Qardaban və Sadaxlı filiallarında Lari ilə hesab açarlarsa bir üstəgəl formada fayda görəcəklər. Vəfalı istifadəçilərə isə bir neçə maraqlı təklif hazırlayırıq.